Hər şey salam dostlar, mənim Hüseyin Cəsurla Kevzəx balız. Hələ bu gün də günlük bir havada sizə video çəkirəm və salamlayıram. Nəsnarnıq. Bəli, dünənki videoda dediyim kimi bəli, getdik trampolinə, oynadıq, gəldik. İndi də mən normal bir şəkildə məşğul edirəm. Belimdə çantamla. Daha şey etmirəm. Necə bir yerdə indidən sizə deyim də. Getdik birinci mən indi elektrik stansiyaya qədər çəkdim. İndi sizə oranı göstərəm. Yok tardı. Bir də oradakı bayraqları. O qədər idi. İndi ondan sonrası mən videoyu dayandırandan sonra girdim. Birinci çöldə heç kəs yox idi. Çöldə olurlar. Çöldə heç kəs yox idi. O yüzden 3 nəfər gəlirdi. 3 dənə oğlan gəlirdi. Onları tanıyırdım aslında. Gedim onlarla görüşüm, bir də gördüm, bizim sinifin bəzi uşaqları gəliblər, o küçənin o biri başındadılar. Giriblər ora. Nəysə, yavaşdan indi gəldik, girdik bu stans içinə. Orada gözləməyə başladık. Gözlədik. Elə bir uşaq gəldi. Orada bir başqa insanlar gəldi də. Nəysə, axırda elə mənim qardaşım gəldi. Əkiz qardaşım. Ondan da sonra 5 dəqiqə sonra müəllim gəldi. Əslində müəllim tez gəlməzdi. Müəllim də nəysə biraz daha gözlədi. Deyəsən 9-da gəldi qatar. Yavaş-yavaş peronlara çıxdı gördüm. 9-da qatar gəldi. Yavaş-yavaş mindik qatara. Yəni elektriksiyada nəysə adı. Mindik. Birinci getdik. Elə çatan getdik 10-15 dəqiqə belə bir yol oldu da. Getdik çatdıq. Çatana kimi bilet istədilər. Nəysə biz də müəllim bizdən pullar almışımızda pullarla verdi biletləri falan filan. Nəysə getdik indik qatardan. Sonra ayaqla gedirik. Şəhəri gəzməyə. Gəzəndən sonra getdik. Sonra bir yerə tərəfə gedirik. Mağazin, B1 mağazini. Onun yaxınında bir dənə orada bir əyləncə mərkəzi vardı. Jump Highway trampolin. Yəni cənnət trampolin belə bir yerdir. Atlama yeri falan. Nəysə belə də mən indi baxaram deyim. Belə elədik. Getdik orada birinci. Kimi corabları varsa atlanacaqdı, olmayanlara orada bir ayrı corab daha verilirdi. Çünkü normal corab olanda adam sürüşər orada. Biz də 10 zlot verdik həramızın ayaq nömrəsinə görə. 40 istədim. Qardaşım 42 götürdü verdi. Nəysə getdik birinci. Getdik soyunma otağına, bizə açarlar verdi. Getdik orada soyunma otağı həramın şkafı var idi. Ora paltarlarımızı qoyduk mənə, əkiz qardaşım elə. Bir şkafı qoyduk. Soyundu corablarımızı. O corabları giyindik. Sonra getdik içəri. Girdik ora. Atlama yerinə. Bir dənə kişi gəldi. Yox, hələ girmədik. Bir dənə otağa saldılar bizi. Belə qəribə. Kişi gəldi ki, yəni bura diqqətli olun. Hər an yaralana bilərsiniz. Diqqətli atlanın. Belə məlumatlar verdi. Nəysə girdik içəri, səfər atlama yerinə. Hərəyə bir dənə atlama yeri verdi. Orada bizə birinci idman elətdirdi. 2 dəqiqə. Ondan sonra dedi, artıq istədiyinizi oynaya bilərsiniz. Biz də başladık oynamaya. Kim sıra atlanandı, kim belə bir-birini qovalan. Axır ki, biraz orada neynədik? Uşaqlarla qaç tutdu, yəni hopanı tutdu deyə bilərik. Sonra orada özümüz üçün yarışma da elədik. Çünki çox yuxarı atlandı. Sonra belimiz orada daşlar vardı. Yəni yumuşaq balışlar. Oradan fırlatmalıydı. Kim yaxşı fırlat falan filan. Sonra getdik. Bir yanda yer vardı. Deyək. Bir tane de yer var idi. Orada böyle 2 dənə trampolin idi, uzun.
O qabaq balış belə masalka oldu, yumuşaq yəni. Yəni istədim o yüzden bunun onun sol tərəfi belə parkur yeri idi. Bu tərəfdə sağ tərəfi 2-dən yəni atlama tramplini idi. Yəni hər yer tramplin idi də qısaca orada. Nəysə orada belə atlanırdı, tərsinə balışların içinə düşürdük. Kim balış atan kim, balışın içində gizlənən kim. Sonra balış savaşı elədik, içində də, çölündə də birbirimize attık. Çöldə olanlar da içərdə olan. Nəysə, sonra onun başqa yerləri də vardı belə. Basketbol oynamağa yeri vardı, balaca basket potası. Atlanırdı nə yerdən. Sonra daha belə yumuşaq halı vardı o iki tramplinin. Orada elədim. Nəysə, beləcə əyləndik, keyf elədik. Axırda bir saatlıq imiş sənin məncə. Bir saatlıq əyləndik orada. Sonra yavaşdan hazırlaşdıq. Orada yine danıştık. Geyindik, çıxdıq. Getdik şkaflara geyindik. Geldi oturdu orada. Bir 10-15 dəqiqə. Yəni soluqlanmaq üçün deyirsən. Sonra müəllim geldi. Yavaşdan durdu, getdik. Amma promo evə yanmadı. Yolda McDonald's restoran vardı. Orada bir oturdular. Orada belə bir saat oturdular. Ola, yəni mən qardaşımla bir şey olmadı. Biz orucluyduk yani. Neyse. Camaat nə gəldi sipariş verir. Neyse axırda bir saat sonra biz də istidən ölürük. O qədər istidə var. Səhər birinci soğuk oldu. Sonra istiləşdi birdən 17 dərəcə. Bir yandan da orada qızışmışıq. Tərləmişik. Neyse. Gəldik beləcə. Orada da çıxdıq. Yavaşdan yəni gözlədik. Qoy bəziləri də gəlsin. Çünki bəzi içəridə qalıb belə yemək yeyirlər. Nəysə gəldilər, yenə yavaşdan yola düşdük. Getdik elektrikçiyə. Getdik orada, yenə qatar gəldi 5 dəqiqə. Girdik içəri, yenə qatar gəldi, mindik. Səvir biletləri promoya orada aldıq, çıxdıq. Nəysə qatara mindik. Gəldik. Elə tam gəldi, düşdük burada. Qatarın içində videoda gəldim, çəkdimi gələndə da yox, vaxtım onun çünki hər yer qarma qarışıq idi. Oturmaya yer yox idi. Amma burada oturmaya yer var idi en azından. Neysə mən də elə çəkdim, gələndə ki video, onu da ataram, baxarsınız. Neysə, belə də gəldik, elə düşdük orada. Elə elektrik düşdük, gəldik. Stansiyaya təzən düşdük, qaldı orada. Bu səfər müəllimimiz məktəb kartlarımızı verdi yavaşdan. Verən gedirdi dayı. Yavaş verdi. Mənlə qardaşıma verdi, biz də çıxdıq oradan. Elə o elektrik sistemdən düşəndə dedi. Sizi buraya qədər gətirmişəm, artıq nə istəyirəm. Mən nə deyirdi, qarnınız başdı. Yəni, belə deməli aslında. Belə bir söz dedi. O qədər. Nəysə. İndi. Sonra gəldi promo elə 15 dəqiqədə evə. Yəni o qədər yorulmuşdu. Gəldi də evdə promo uzandı. Nəysə, mən də yavaşdan gəldim məktəbə. Nəysə, mən gəldim məktəbə keçsin. Mənim də hikayəm elə 9 dəqiqə qalındı ucuya. Beləcə. Nəysə. Bir dəqiqədə video çəkib gedirəm. Bu arada 9 Mart Qadınlar Bayramımızdan mübarək. Ay qadınlar, ay qızlar. 9 Mart deyirəm. 6 Mart Qadınlar Bayramımız mübarək. Ey qadınlar, ay qızlar. Mübarək olsun. Yəni dönənikdə o vaxt da bayram gününə salmışlar, biz də yetmişdik. 6 Mart. Neysə. Mən yavaşdan gedirəm məktəbə. Gəldim çatdım 10 dəqiqəlik hikayəmi burada danışım üçün. Artıq anlayan anladı. O kadar. O zaman tüyüldü gəlir bizim sınıfdan. Neyse. Mən də yavaşdan gedirəm məktəbə. Neyse. Bu kadar da. Ne diyeyim de. Hikayem bu kadardı. Neyse. Özünüze yaxşı baxın.
Sağ olun, salamat qalın.